Salam əziz şagirdlər. Deməli, izləyicimizdən belə bir sual gəlib ki, mən düsturları bilirəm, amma tətbiq edə bilmirəm. Mən də onunla bağlı bir neçə qaydanı misalın üzərində sizə izah edəcəm. Deməli, fizikada düsturları bilib tətbiq etmək üçün öncəliklə misalı, məsələni sonuna qədər düzgün oxumaq lazımdır. Nəyi verib, nəyi soruşur, dəqiq təyin etmək lazımdır. Sonra verilənlərlə bağlı düstur fikirləşib tətbiq etmək lazımdır. Məsəl üçün, burada belə bir sualımız var ki, sürətin proyeksiyasının zamanansıq tənliyi verilib, V bərabərdir 3 üstəgəl 1,4 T şəklində tənlik verilib. Bizdən soruşur ki, T bərabərdir 10 saniyə müddətində cismin yerdəyişməsini təyin etmək lazımdır. Bizdən yerdəyişmə soruşur. Biz öncəliklə nə etməliyik? Baxmalıyıq görək, bu tənlik nəyin tənliyidir? Bu tənlik düz xətti bərabər təcili hərəkətdə sürətin zamandan asıq tənliyidir. V0 plus AT tənliyidir. Bu tənlikdən biz nəyi götürə bilərik? Təbii ki, V0'ı götürə bilərik, A-nı götürə bilərik. V0'ı veribdir tənliyin içərisində 3, A-nı veribdir tənliyin içərisində 1,4. Yəni 3 metr böl saniyə, 1,5 metr böl saniyənin kvadratı. Bizə verilənlər bunlardır və bizdən S yerdəyişməni soruşur. Biz yerdəyişmənin bərabər təcili hərəkətdə 3 düsturunu bilirik. S bərabərdir V0T üstəgəl AT kvadrat bölünsün 2. S bərabərdir V kvadrat çıx V0 kvadrat bölünsün 2A. S bərabərdir V üstəgəl V0 bölünsün 2 vurulsun T. Bu 3 düsturdan birindən istifadə etməliyik. Çünki hərəkət bərabər təcili hərəkətdir. Bərabər təcili hərəkətdə yer dəyişmə 3 dənə düstur var, başqa da düsturu yoxdur. Biz bu 3 düsturdan birindən istifadə edəcəyik. İndi baxmalıyıq görüm hansı düsturdan istifadə edəcəyik. Təbii ki, bu ikinci düsturdan istifadə edə bilmirik. Çünki V yoxdur bizim şərtimizdə. Ona görə də bundan istifadə etmirik. Üçüncü düsturdan da istifadə edə bilmirik. Niyə? Çünki burada da V yoxdur. Məsələdə V var, amma şərtdə bizdə V yoxdur. Ona görə də ondan istifadə etmirik. Geridə bir dənə düsturumuz qaldı. O da S bərabərdir V0T plus AT kvadrat bölünsün 2. Deməli, bu məsələni həll etmək üçün S bərabərdir V0T üstəgəl AT kvadrat bölünsün 2-dən istifadə edəcəyik. V0'ımız 3'dür, T'miz 10'dur. Üstəgəl A'mız 1,5'dir. T'miz 10'dur, onun kvadratı 100'dür. Bölünsün 2. Bu da eləyəcək 30 üstəgəl deməli 150 bölü 2 75. Bu da eləyəcək 105 metr. Və salam, bu qədər.